Pul daşınmaz əmlaka investisiya etmək yaxşıdır, ya kapital bazarına? Gəlin araşdıraq. Əvvəlki videoda qeyd etdim ki, son 12 ildə daşınmaz əmlak dollarda qalxmayıb. Hazırda 2014-cü ilin qiymətlərinə gəlib çatmışıq. Eyni dövrdə kapital bazarı qızıl, gəlirliyi 3 dəfə artıbdır. Amma bu keçmişdir. Gələcək baxanda nə olacaq? Əvvəlki videodakı nümunəmdə bizim 400 min dollar və ya təxminən 700 min manatlı bir mənzil investisiyamız var. Baxaq, növbəti 5 ildə hansı daha çox pul gətirəcək? Kapital bazarı, yoxsa mənzil? Strategiyamız 5 il və daha az riskli olduğundan fokusumuzu istiqrazlara verəcək, nəinki səhmlərə. Yəni stabil gəlir gətirən daha az riskli alətlərə. Xeyr vətənə qalsın şüarı ilə yalnız Azərbaycan iqtisadiyyatına fayda verəcək dollar istiqrazlarına danışacağam. Nə ABŞ, nə Özbəkistan nümunə gətirməyəcəm. Baxmayaraq ki, orada daha yüksək gəlirli alətlər var. 4 istiqraz opsiyasını təklif edirəm. Niyə birini demirəm? Portfelimizin riskini daha da azaldaq. Buna diversifikasiya deyirik. 100 min dolları Azərmaşa 9% gəlirliklə, 100 min dolları Unibanka 8%, 100 min dolları dəmir yollarına 7% və 100 min dolları Sokara 6% gəlirliklə yerləşdiririk. Bu istiqraz portfelinin çəkili orta gəlirliyi, yəni ki weighted average illik 7,5% təşkil edir. İndi isə ilk milyonum kursunda istifadə etdiyimiz ən vacib formulalardan biri olan mürəkkəb faiz formulasını tətbiq edək. 400 min dollarlıq investisiyamız vurulsun 1 plus gəlirlik faizimiz üstü 5, yəni 5 il. Bu da 574 min dollar eləyir. Emitent riskini, yəni bu şirkətlərin 5 ilə çökmə riski aşağı görür. Unibank sistem əhəmiyyətli bankdır və Mərkəzi Bank daim onu xilas edir. Sokar və dəmir yolları dövlət şirkətləridir və dövlətin 90 milyon dollarlıq ehtiyat fondu var. Əhalini narazı qoymazlar. Ən zəif nöqtə Azərmaşdır. Ona görə də gəlirliyi yüksəkdir. Amma onların hesabatını oxuyanda, dövlət dəstəkli layihələrin nə olduğunu anlayanda riskləri idarə oluna bilən qədər qənaətinə gəlmişəm. Gərək mənzilə. İllik qiymət artımını ehtimal etmək ən problemdir. Dollarda götürsək son 12 ildə artım olmayıb. Buna baxmayaraq əmlak qiymətinin manatda inflyasiya proqnozu qədər, yəni 4% ətrafında artdığını fərz edə bilərik. Eyni formulanı işlədək, amma manatla. Formula burada aşağıda verilibdir. 5 ildən sonra bu əmlakın dəyəri 827 min manat olur. Amma icarə gəlirləri də var. İcarə siz ilin bütün 12 ayı verə bilməyəcəksiniz. İdealda ilin 10 ayı verə biləcəksiniz ortalama. 5 ilə ayda 1000 manat olmaqla 50 min əlavə gəlir əldə edəcəksiniz. Sadə hesablama üçün digər xərcləri nəzərə almamışam. Vergilər də filandır. 5 ildən sonra 5000 manatı xırda təmirə xərcləyəcəksiniz. Beləliklə mənzil sizə 872 manat gəlir gətirir. Manatla investisiyaların ən böyük risklərindən biri mümkün devalvasiyadır. Növbəti neft bomu yaşanmasa və qeyri-neft sektorunun ixracı həndəsli silsilə ilə böyüməsə, devalvasiya ehtimalı artır.